Salam, hər vaxtınız xeyir. Kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz? Məni soruşsaz, şükürlər olsun, mən yaxşıyam. Siz də inşallah ki, yaxşı olasınız həmişə. Səhər durdum, bəzi işlərimi gördüm. Mətbəxdə yüngül təmizlik edirəm, peçi sildim. Yudum təmizlədim. Sonra alacıq eləmək istəyirəm. Səhər-səhər yeməyə. Çox etməyəcəm, biraz edəcəm. Elə səhər yeyilsin, bitsin. Belə çoxdan da hazırlamırdım alacıq. Ona görə fikirləşdim ki, bugün biraz hazırlayayım. Əslində yaydır, istidir. Artıq belə yağda bişən, sonra heç şirniyyat da insan ürəyi istəmir. Çoxdan yəni bişirmirəm. Ən çox bunları qışda adam ürəyi istəyir, yəni bişirirəm. Yayda isti olduğuna görə yemək olmur. İndi də elə istilər keçir ki, çox dəhşətli bir istilərdir. Heç evdən, kondisionerdən, yəni kondisioneri yandırırıq. Ancaq işlək vəziyyətdə qalır. Evdən çölə çıxmaq qeyri-mümkündür. Siz nə edirsiniz bu istilərdə? Necə keçir gününüz? İstilərlə necə başa çıxırsınız? Ancaq su içmək istəyirik, sərin içkilər içmək istəyirik. Bir də ki, əsas bizim içkimiz çaydır. Doğrudan da amma çayı içəndə insanın susuzluğu yatır. Bilmirəm, susuzluq keçib gedir. Bilmirəm, hamı da belədir, məncə hamı da belədir. Mən şəxsən çayı içən kimi nə qədər su, sərin içkilər, yəni cürbəcür içkilər, şirəli içkilər içsəm, xeyri olmur. Amma çayı içən kimi 1-2 stakan çaydan sonra mənim susuzluğum keçib gedir. Ən çox da susuz olanda limonlu çay sevirəm içməyi. Yəni limonlu çay içirəm. İndi də səhər-səhər kəkotulu çay dəmlədim. Hansı ki, Qəbələdən alıb gətirmişdik. Dağ kəkotusu. Çox gözəl ətri var. Çıxardan kimi o kəkotunu o dəqiqə iyi bürüyür də, ətri bürüyür hər yeri. Çay dəmlədim. İndi də alacıqlarımı dedim hazırlayım. Əslində istidir, heç alacıq etmək fikrində deyildim. Nəysə birdən-birə baxdım ki, fikirləşdim. Baxdım ki, qatıq var, soyuducuda qalıb xarab olacaq. Ona görə fikirləşdim ki, elə alacıq eləyim, ən asan və tez. Belə alacıqlarımı da hazırlayıram. Siz nə edirsiniz, nələr hazırlayırsınız? Səhər yeməyində nə yeyirsiniz, nə bişirirsiniz? Gün ərzində hansı işləri görürsünüz? Mənim kimi evdar xanımlar, yəni ki, yəqin ki, təmizliklə, biş-düşlə məşğuldular. Siz nələr hazırlayıb, nələr bişirirsiniz, nələri sevirsiniz? Sizin ailəniz hansı səhər yeməklərini sevir? Hansı yeməkləri xoşlayır? Rəylərdə mənimlə bölüşə bilərsiniz. Rəylərdə öz fikirlərinizi yaza bilərsiniz. Mən əslində əvvəllər çox tez-tez şirniyyat hazırlayırdım. Cürbəcür tortlar, piçenyalar, ruletlər, ekler. Yəni ki, nə desəz indi yadıma düşənləri deyirəm. Çox hazırlayırdım. Yəni bizdə şirniyyat çox sevilirdi. Çünki uşaqlar balaca idi, məktəbli idilər. Onda onlar şirniyyatı çox yeyirdilər. Amma indi artıq neçə ildir ki, uşaqlar böyüyüblər, hərəsinin öz işi, gücü. Yəni işdə olurlar, demək olar günün çox vaxtına. Artıq elə də şirniyyat yeyilmir. Yeyilənlər də ki, bir neçəsi var ki, hansı ki o daha çox sevilir. Onları arada bişirirəm. Yəni çox tez-tez bişirmirəm artıq. Yəni uşaqlar balaca olanda şirniyyata tələbat çox olur. Yəni cürbəcür bişirirsən ki, uşaqlar yesin. Məsələn, əvvəl sevdikləri şirniyyatı indi xoşlamırlar.
İndi yəni baxıram ki, indi həmin şirniyyatları istəmirlər. Artıq başqa nəsə şirniyyatlar istəyirlər. Bir neçə məsələn şirniyyat var ki, elə ağıllarında qalıb, yəni o dad onların xoşuna gəlir. Onları ancaq onları istəyirlər məndən. Yəni ki, bişirəndə də ancaq onları hazırlayıram. Belə. Çox vaxtı, yəni əvvəllər ad günlərində, bayramlarda çox vaxt özüm hazırlayardım. Tortlar bişirərdim, cürbəcür şirniyyatlar hazırlayardım. İndi elə olur ki, bilmirəm, artıq yorulmuşam şirniyyat hazırlamaqdan. Tək şirniyyat yox. Yəni illərdir insan bişirir, hazırlayır. Artıq istəyirsən ki, biraz sənin üçün rahat olsun. Çünki indi də hər şey var. Düzdür, əvvəllər də hər şey var idi. Amma bilmirəm, indi hazıra daha tez qaçırıq hazır nəsə almağa. Düzdür, hazırlayanda özüm də hazırlayıram. Amma bir də görürsünüz ki, heç istəmirəm. Elə istəyirəm ki, hazır bir nəyisə alaq, ad günündə və yaxud hansısa bir günlərdə elə hazır alıb yeyək, istifadə eləyək. Məsələn, bizim uşaqlar ən çox ev tortunu xoşlayırlar. Hardan nə tort alırıqsa alaq, ən belə gözəl hazırlanan yerdən də tort alsaq, yəni hazır tortlardan söhbət gedir. Mənim bişirdiyim, evdə bişirdiyim tortu daha çox sevirlər. Yəni belə. Mən biraz şəkər pudrası da hazırladım, gördüyünüz kimi. Bitmişdi şəkər pudrası. Belə hazırlayıram. Qabda yığıram, qoyuram. Hazır qalır. Birdən nəsə hazırlayanda, lazım olanda şəkər pudrası, yəni əlimin altında olsun, istifadə edim. İndi bitmişdi, çoxdan da istifadə etmirdim. Baxdım ki, demək olar yoxdur. Ona görə biraz tez hazırladım. Alacıqların üzəri üçün. Bu dəfə belə şəkər pudrası ilə hazırladım. Üzərinə şəkər pudrası səpdim. Çünki smetan, yenə deyirəm, cem, varenya, nəsə istidir. Adam istifadə etmək istəmir onu. Belə, yəni alacıqlarım da belə oldu. Dadlı çıxmışdı, dadlı alınmışdı. Elə birini özüm isti yedim, dadına baxdım. Çox ləzzətli idi. Belə, bu da mənim alacıqlarım. Belə alındı. Artıq günortadır. Günorta heç kim olmadığına görə yemək də günortaya hazırlamadım. Axşam üçün hazırlıq görürəm. Badımcan çığırtması hazırladım. Əvvəl istədim əcəb sandalı hazırlayım. Əcəb sandalı bilirsiniz də qat-qat, yəni yığırıq tərəvəzləri. Ətlə də hazırlayırıq, ətsiz də. İndi sadə və badımcan çığırtması hazırladım, amma yumurtasız. Biz çığırtmaya yumurta da vururuq. Amma bu dəfə yumurtasız elədim. Yüngül olsun, istidir, yaydır. Elə badımcan çığırtması daha yaxşıdır. Qatıq da var, yəni yanında da qatıqla çox gözəl olur. Yüngül bir axşam yeməyi olsun. Artıq ağır yeməklər də adam yemək istəmir. İsti imkan vermir yemək yeməyə. Yəni belə, siz nələr hazırlayırsınız, nələr bişirirsiniz? Rəylərdə yazıb mənimlə bölüşə bilərsiniz. Sizin ailədə hansı yeməklər daha çox yeyilir? Bu isti günlərdə hansı yeməklərə üstünlük verirsiniz?
Belə badımcanın acı suyunu çıxartdım. Soğan çeylədim. Soğan qovurdum gördüyünüz kimi. Badımcanı soğança əlavə etdim. Biber doğradım. İndi də pomidorları soyub, doğrayıb üstünə əlavə edəcəm. Duzunu, istiotunu, sarı kökünü əlavə edirəm. Siz necə hazırlayırsınız badımcan çığırtmasını? Rəylərdə fikirlərinizi gözləyirəm. Hərə bir cür hazırlayır. Mən də belə hazırlayıram. Əslində bu badımcanın deməli cürbəcür hazırlayıram. Yəni belə də eləyirəm çığırtmasına. Biraz başqa variantla da hazırlayıram. Yəni ki, cürbəcür sınamağı xoşlayıram. Məsəl üçün, bir yeməyi eyni qaydada, həmişə eyni qaydada hazırlamıram. Bir neçə dəfə belə hazırlayıram, bir neçə dəfə biraz başqa cür hazırlayıram. Yəni, mən bir neçə dəfə bunu demişəm. Əslində, ən vacib olan odur ki, yeməyin dadı, ləzzəti nəticədə çox gözəl alınsın. Hansı variantla, hansı cür hazırlayırsınız, hazırlayın. Əsas odur, dadı yaxşı olsun. Mən belə düşünürəm. Deməli, belə bilinç qalmışdı, hansı ki, görmüşdünüz, vlogda göstərmişdim sizə. Biz Qəbələyə gedəndə hazırlamışdım, buzluğa qoymuşdum. Yəni, ora gedəndə də apardım. Biraz da qalmışdı evdə. Dedim, elə onları da qızardım. Axşam yeməyində yeyilsin. Yenə təzə-təzə hazırlayıb yığaram buzluğa. Buzluqda olanda hazır vəziyyətdə çox rahat olur. Rahat-rahat istəyəndə götürüb qızardıb yeyirsən. İndi bu nə qalmışdısa onları qızartdım. Belə badımcan çığırtmam da hazırdır. Axşam yeməyimiz hazır oldu. Bizə nuş olsun. Səhərə gündür. Demək, səhər durdum, bəzi işlərimi gördüm, onları sizin üçün çəkmədim. Bu dəfə ancaq mətbəxi çəkmişəm sizin üçün. Balıq var idi. O balığı turşuladım. Zoğal turşusu ilə duzunu, istiotunu, hər şeyini, yəni ədəvalarını vurdum. Və onları airfraydə qızartmağa başladım. Orada balıq rejimi var. Çox qəşəng qızardır balıqları. Balıq qızarmağında olsun, tomat supu, yəni pomidor supu hazırlayıram. Bu supu mən çox sevirəm. Pomidor şorbası deyək öz dilimizdə, yəni sup bilirsiniz rus dilindədir, amma dilimiz öyrəşib. Pomidor şorbası hazırladım. Pomidor şorbasını mən belə klassik, yəni necə hazırlanır, o cür hazırlayıram. Bəzi insanlar ona əlavələr eləyir, görmüşəm. Soğan qovururlar, pomidoru da onunla birlikdə qovurub sonra blenderdan keçirirlər. Amma mən belə etmirəm. Çünki əslində pomidor şorbası belə hazırlanır. Yəni klassik budur. Çünki ağır olmasın. Yəni soğan da qovrulanda artıq o biraz ağırlaşır. Yəni bu yüngül bir şorbadır. Əslində bura süd də qatılır. Yəni mən indi görəcəksiniz süd də qatacağam. Elə süd özü hardasa yağlılıq verir bu şorbaya. Ona görə əlavə ona soğan qovurmaq, nəsə belə şey məncə lazım deyil. İndi kim necə istəyir, o cür hazırlayır. Mən bu şorbanı hədsiz çox sevirəm. Bizim evdə sevilir bu şorba. Yəni bu şorbanı yay aylarında ən çox tez-tez hazırlayıram. Hətta qışda da hazırlayıram. Pomidorun qırmızılığı olmasa belə mən bunu hazırlamağı xoşlayıram. Yəni yeməyi də xoşlayıram. Bu şorbalar bəlkə kimlərinsə yadında olar. Əvvəllər, məncə indi də satılır. Əvvəllər konserv bankalarında tomat supu kimi gedirdi. Yəni onu satırdılar hazır şəkildə. Amma evdə hazırlanan daha ləzzətlidir, daha dadlıdır məncə. Mən bu şorbaya, yəni o zövqləndir, əriyən pendir, tyorkadan, yəni sürgəcdən daha doğrusu keçirdib, boşqaba çəkəndə üzərinə əlavə edirəm. Yəni kim istəsə əlavə edir, o zövqə bağlıdır, məcbur deyil. Bir də bu şorba üçün
çörək suxarisi hazırlayıram. Elə biraz boyatlamış çörəyim var idi. O çörəkdən suxari də hazırladım. Belə, yəni qurudulmuş çörək. Onunla yeyiləndə daha dadlıdır, daha zövq verir. Yəni biz elə xoşlayırıq. Yəni belə hazırlayıram. Siz necə belə pomidor şorbası hazırlayırsınız? Ümumiyyətlə, yəni bu şorbanı sevirsiniz, hazırlayırsınız. Yoxsa necə, yoxsa ümumiyyətlə bu şorbanı heç vaxt yeməmsiniz və yaxud hazırlamamsınız. Bu barədə rəylərdə gözləyirəm. Yəni sizin fikirlərinizi, görüm siz necə şorbanı hazırlayırsınız. Mən klassik şəkildə belə hazırlayıram. Bu şorbaya orada çəkməmişəm, yəni göstərməmişəm sizə, çəkilişə düşməyib. Yarım qaşıq da tomat əlavə elədim, şirin pomidor tomatı. Çünki onda daha gözəl qırmızılıq verir, şorbaya daha gözəl olur. Həm dadı, həm də rəngi. Bir də gördüyünüz kimi mən ona su da əlavə etdim. 1 stakan, bir də yarım və süd. 1 stakan, bir də yarım. Dadına baxdım. Süd yenə əlavə etməli olduğum. Yəni gördüm ki, yenə əlavə etməliyəm. Duzu da biraz az idi. Yenə duz da əlavə etdim. Yəni belə gördüyünüz kimi bu şorbaya ancaq qarastiot, büyüdülmüş qarastiot əlavə olunur. Başqa yəni heç nə. Bir duz, bir də buna yaraşır qarastiot. Gördüğünüz kimi balığım da hazır oldu. Pomidor şorbam da hazırdı. Əriyən pendir də əlavə etdim, suxari də əlavə etdim və belə yedim. Nuş olsun bizə. Siz də əgər hələ indiyə qədər belə bir şorba hazırlamaqsınızsa, məncə sınamağa dəyər. Hazırlayın, dadına baxın. Bəyənsəz, məncə
həmişə hazırlayacaqsınız. Mənə elə gəlir ki, bəyənəcəksiniz. Bilmirəm, yəqin ki, ağız dadından, zövqdən də asılıdır. Ola bilər ki, hamı bəyənməsin bu şorbanı, amma biz çox sevirik, çox xoşlayırıq. Ona görə də tez-tez, bacardıqca tez-tez hazırlayırıq. Belə yeməyimizi yedik. Mən də qabları yudum. Sonra fikrimdə tutmuşam ki, bizdə balığı hamı sevmir. Yəni uşaqlar çox elə də belə sümüklü balığı sevmirlər. Onlar sümüksüz balıq xoşlayır. Yəni sümüyü olmayan balıqları yeyirlər. Belə sümüklü balığı çox yeyə bilmirlər. Ona görə fikirləşdim ki, biraz yenə əlavə bir yemək hazırlayım. Ən asandı toyuq qızardım, biraz da kartof qızardım. Bu da əlavə yenə bir yemək olsun ki, kim balıq yeməsə bu yeməkdən yeyə bilsin. Yəni belə. Mənim bugünkü günüm də belə mətbəxdə keçir. Bugün demək olar ki, bütün gün mətbəxdə biş-düşlə məşğul olmuşam. Yemək hazırlamışam. Günüm belə, yəni günümün çox hissəsi belə keçdi. Bu qədər sizə də mətbəxdən nələrsə çəkib göstərmək istədim. Bilirəm ki, mətbəx videolarımı mənə elə gəlir, daha çox sevirsiniz. Ona görə çalışdım ki, mətbəxdən bir çox şeylər çəkim göstərim sizin üçün. Belə yavaş-yavaş vloqum bitmək üzrədir. İnşallah ki, gələn videolarda, gələn vloglarda görüşərik. Çalışacağım ki, sizin üçün daha çox mətbəx videolarını hazırlayım, çəkim, göstərim. Yazın, rəylərdə fikirlərinizi bildirin. Hansı, yəni nələri görmək istəyirsiniz mənim vloglarımda, daha çox nələri bəyənirsiniz. Fikirlərinizi bildirin. Mən də çalışacağım ki, sizin bəyəndiyiniz kimi videolar çəkim. Əlimdən gəldiyi qədər buna çalışacağım. Yəni belə. İnşallah ki, sayımız artar, abunələrim çoxalar. İzləyicilərim çoxaldıqca, abunələrim artdıqca mən də motivasiya oluram və daha çox videolar çəkmək istəyirəm. Bu da məncə siz izləyicilərdən asılıdır. Nə qədər çox izlənsəm, bir o qədər çox məndə də həvəs olar ki, yaxşı-yaxşı videolar çəkim, sizin üçün təqdim edeyim. Belə, inşallah ki, yeni vloglarda, yeni videolarda görüşərik. Sizin fikirlərinizi gözləyirəm rəylərdə. Aktiv olun, fəal olun, rəylərdə öz fikirlərinizi yazın. Yəni sizin fikirləriniz, yenə də deyirəm, mənim üçün çox vacibdir. Çünki bu vloqlar siz izləyicilər üçün çəkilir. Yəni bu əziyyət, bu necə deyərlər, çəkilişlər sizin üçün olunur. Ona görə yəni sizin izləməyiniz, sizin bəyənməyiniz mənim üçün çox vacibdir. Belə, inşallah ki, daha da yaxşı, daha da gözəl çəkilişlərlə qarşınızda olaram. Burada da sizinlə sağollaşmaq istəyirəm. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın və videomu bəyənməyi unutmayın. Abunə olmayanlara da xahiş edirəm ki, abunə olsunlar, videolarımı da bəyənməyi unutmasınlar. Hələlik.